Asan bir yol deyim, şeytanı narahat eləməyin yoludur. Və asandır. Nədir bu? Hamı mənə qulaq assın və bunu təcrübədən keçsin və xeyrində görsün. Şeytan səni bir şeyə vəsvəsə eləyəndə denən ki, sonra eləyərəm. Bu sözü dedizdirmək istəyir sənə, denən ki, sonra deyərəm. Bilirsən də o dedizdirmək istəyir. Sözlər olur, içimizi dağıdır ciddi. Nöşdümədin. Elə də hərdən dərd çəkirik, kəş onun orada ağzından belə vurardım. Deyib evdə yatmırıq, fikirləş. Dəliyik də həqiqətən. Başımız xarab olub. Ürəyim soğuyardım, ona görə onu belə. O deyir, ağlı yoxdur, sən ağıllı ol, danışma. Utdu səni filan sözdür, hayat onunla dünya dağılıb. O söz ki, gəlir deməyə, ya sənə bir şeylə vəsvəsə eləyir, denən ki, sonra deyərəm, vaxt çoxdur. O tələstirir, günaha tələstirir. Sən xeyr işə tələs, günaha təxirə sal. Xeyr iş belədir ki, onu əldən verdin, getdi, gəlməyəcək. Pis iş belədir ki, təxirə saldın, yenə gələcək. Üzdüdür. Yox deyəndə, qorxma ki, əlimdən çıxacaq, gələcək. Amma ikinci dəfə gələndə sən biraz da güclənəcəksən, o zəifləyəcək. Sən sadəcə təxirə sal. İndi mənə qulaq asanlar, bəzi o qəliz, tünd möminlər ola bilər. Deyək ki, necə yəni, günaha yox denən. Əla, yox deyəmirsən, de. Yox deyəmirsən, de. Deyəmirsənsə, deyəmirsən axı neçə ildir. Bəs mən də onu deyirəm. Yaxşı, sən güclü möminsən, sən mənə qulaq asma. Söndür, get, yat, dincəl. Mən zəiflərlə danışıram, özüm kimlərlə, tutaq ki. Gücün çatmır, yox deyəsən, yox deyəmirsən, denən ki, sonra eləyərəm. Denən belə, denən eyb yoxdur, sonra eləyərəm, biraz keçər eləyərəm. Sonra danışaram, sonra eləyərəm. Bu, ona öldürücü zərbə vurur, çünki o tələstirir, onun planı ki, alt üst olda əsəbləşir. Sonra yenə həmlə eləyir, amma sən artıq güclənmirsən. Sonra ilə onun belini sındıra bilərsin. Mən bir həkimdən, psixoloqdan eşitdim ki, dedi ki, mən sigareti belə tərk etdim. Dedi ki, belə elədim. Mən bu bəhslərə şeytana zaten xəbəri yoxdur, yazıq, ne onun? Sırf belə də bir nəfər deyirəm də gəldi, onun yanında mənə sual verdi ki, bəs mən namazda əvvəllər filan halda olurdum, ibadəti belə elirdim, filan elirdim, belə. İndi məndən nəsə bir xüsusi dəstur əməl gözləyir. İndi namazda belə oluram, fikrim belə qarışır, filan. Əvvəl belə edim, indi belə edim, filan. Bu da mənim yanımda idi həkim. Ona baxdı, dedi ki, sən bir zobuğu yoxlatdır. Yəni ki, bəzi onu psixolog... İndi bu gözləyib, mən irfani nəsə cavab verəcəm. Bəzi şeylər var ki, hərdən gəlmədi ki, mənim gözümə filan şey var, məndən nəsə gözləyir, deyirəm ki, get ki, psixiatrın yanına, ya psixologun yanına. Gözlüyə nəsə görsənir, o demək deyil ki, sənə nəsə bir vergi verilib. Beynin qarışıb, get müalicə olun, düzəlt, daha görsənməsin gözü elə şeylər. Sözüm bunda deyil, deyir ki, sigareti mən belə tərk etdim, özü üçün deyil. Deyirdi, götürdüm əlimə, dedim ki, çəkməyəcəm. Çəkməyəcəm deyəndə, deyirsən, görəsən nə var, vay əldən çıxdı. Deyirdim ki, 5 dəqiqə çəkərəm, qoyurdum qırağa. 5 dəqiqə keçirdi, baxırdım, deyirdim, 10 dəqiqə çəkərəm. 15 dəqiqə çəkərəm, elə. Deyir, bu bir metoddur. Bu bir metoddur. Adamı qorxudur, eləməyəcəm, qorxur. O sözdən qorxur. Sigaret çəkən üçün çəkməyəcəm, orucluqda da dözür ki, bilir, axşam çəkəcək, gəzir özü üçün, bilir, azam verildi, çəkəcək. Eləyəcəm fikri kömək eləyir qalmağa. Sənə də şeytandan belə mübarizə var, deyən eləyərəm də, yaxşı. Nöştələsirsən ki, gün çox, ay çox, vaxt çox eləyərəm. Təxirə sal. Təxirə sal. Nə bacarsın elə də. Hərdən olur, uşaq gəlir, dava eləyib. Ata oğluna deyir ki, sən də vurdun, yoxsanca döydülər səni. Heç olmasa bir dənə vurdun.
Yaxşı, gücün çatmır bu şeytana, bir dənə vurdu, heç olmasa Allah da sənin valideynindən də mehribandır, sevinsin ki, mənim bəndəm də bir dənə vurdu da buna, bir dənə heç olmasa. Yaxşı da qolu bağlı təslim olmadı, bir zərbəni də sən vurdu, yəni sonra da bir işdir də. Yaxşı, 10 dənə o sənə vurdu, sən də bir dənə heç olmasa, mən də əl attım da ona, bir dənə zərbə vurdum. Bu bir. İkincisi, bunları yadda saxlayın, xahiş edirəm. Ramazan ayından sonra yadda saxlayın. İkincisi nədir? Məsələn deyirəm, namazı gecikdirirsənsə, heç olmasa, nəsə bir cazibəli sənin üçün bir şeyə görə gecikdir. Məsələn, sən bir vaxt təyin eləmişsən, vaxt təyin olub da özündən asılı deyil. Düz saat, məsələn, 1-də namazdır, 1-də 10.000 biri gətirib verəcəksən. Heç olmasa onu da təxirə sal. O da boş yerə salma, heç olmaz. Axı, biz hərdən heç bir mənfəət olmadan eləyirik. Heç olmasa o yerlər ki, orada heç bir qazancımız yoxdur, oturmuşuq, bekar, boş yeri heç olmasa ibadətə əldir. Mən demirəm ki, mübarizə apar, 10.000-dən keç. Sonra da dünən danışdım, heç kəs heç nədən də keçmir. O da ayrı söhbətdir. Heç kəs heç nədən keçmir Allah yolunda. Mümkün deyil. Sən oradan güya keçəcəksən, onu artıqlaması ilə qaytaracaq Allah, borclu da qalmayacaq. Amma məsələn də, indi sən elə gəlir ki, sən 10.000-dən keçənmirsən, məsələn, namaz vaxtıdır, orada da gözləyir, gedməsəm, sonra başqasına tərəf gedəcək filan, hə, yaxşı, mən namazımı təxirə saldım. Burada eybi yoxdur. Eybi yox, necə deyim, cəhənnəm. Amma elə yerlər var ki, mübarizə lazım deyildi, heç nədən eləmə. Bilirsiniz, biz cəhənnəmə hərdən nə yapar? Biz bəzən heç nədən bəzi şeylər eləyirik. Deyirəm, deyir adam ki, bax, bunu niyə danışsın? Yaxşı, orada deyir, əl-qeybətu əşəddü minəz-zina. Qeybət zinadan pisdir. Qeybət deyir, zinadan pisdir. Desə səbəb var. Bir də budur ki, zina yenə nəsə bir cinsi təmayül yaranıb da. Nəsə bir şey var. Axı, qeybətlər deyəcəklər, ay namərd, niyə danışır? Axı, bir qazancın da yox idi. Niyə danışır? Bekarçılıqdır, oturmuş. Heç olmasa, burada ki, çətin deyil, axı, sən danışma da bunu. Amma qeybət, amma zina yenə də deyərsən ki, məsələn də çətin oldu mənim üçün. Boş oturanda eləmə. Fitr bayramı, yəni döyüşə hazır ol. Ramazan ayının axırı, yəni döyüşə hazır ol. Allah bir ildə bir dəfə aparır, bizi məşq elətdirir. Ona deyir ki, sən çəkil qırağa. Bir ay bəndəmlə işin yoxdur. Gəl güc yığ, enerji yığ, sonra döyüş davam eləyir. Bu bir ay Allahın rəhmətidir. Güc vermək üçün bizə. Ya Allah, getdik davaya. Günümüz davadır. Ta ruh bədəndən çıxana qədər döyüş meydanıdır həyat. Amma qorxmayın. Döyüş meydanıdır, çox maraqlı meydandır. İdman necə maraqlı olur? Sonra gəlirsən, məsələn, idmançılar danışır, filan yerdə zərbəni belə vurdum. Onun fikri belə getdi, mən fənni işlətdim, məsələn. İdmançılar üçün maraqlıdır da bu söhbətlər. Əyləncədir. Futbolda da elədir. Sonra yəqin danışırlar da ki, məsələn, o filan yerdə filan oldu. Yarışdır, amma gözəl yarışdır. Qorxursan, belə şey deyil ki, məsələn, bu nədir, gözəldir. Gir meydana, həmin onda. Necə öyrənirsən futbolun fənlərini? 40 yaşında da səni meydandan yığışdırmaq olmur. Necə öyrənirsən həvəslə, elə də mənəviyyatın da fənlərini öyrən. Onun da yollarını öyrən, qələbə çalmaq yollarını öyrən.